Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bildiyiniz kimi İslam tarixinin o ilk günlərini, məxsusən Allah Rəsulunun vəfatından sonraki hadisələr növbəti əsrlər üçün olduqca iz qoyan, təsirli olmuşdu. O hadisələrdən də biri heç şübhəsiz xanım Fatimə Zəhra salamullah əleyhanın başına gələn hadisələr, onun məzlumiyyətidir. Bu məzlumiyyəti biz Şiə hədis kitablarında, tarix kitablarında geniş formada görə bilərik. Eyni zamanda Əhl-i Sünnə mənbələrində də bu acı hadisəni ehtiva edən hədislər yer almaqdadır. Məsələn, Buxari ki, Əhl-i Sünnənin əsas hədis qaynaqlarından biridir və deyirlər ki, Buxari Quran qədər mötəbərdir. Əgər Buxari bir hədisi nəql edibsə, o doğrudur. Hər hansı bir hədisi nəql etməyibsə, deməli Buxari onu qəbul etməmişdir. Buxari xanım Fatimə Zəhra salamullah əleyhanın başına gələn hadisələri ümumilikdə 6 rəvayət olaraq təqdim edir. Təqribən 6 rəvayət formasındadır bunlar. Bunların bəziləri Əbu Hüreyrə, bəziləri də Ayşə tərəfindəndir. Bu oxuyacağım hədis Ayşədən nəql olunan hədisdir ki, ravi Zuhridir. Əbu Bəkir Muhammed ibn Muslim Şəhab məşhur adı, yəni tanınmış adı Zuhridir. Rəvayət bu formadadır ki, Həddəsəna Yəhyə ibn Bukeyr, Həddəsəna Leys ən Uqeyl, ən İbn Şəhab, ən Urvə, ən Ayşə. Ayşə belə nəql edir ki, Ənə Fatimətə aleyhissalam bintə Nəbi sallallahu aleyhi və aleyhi və səlləm ərsələt ilə Əbu Bəkirin təsəluhu mirasaha min Rəsulillah. Xanım Fatimə ya özü ya bir şəxsi göndərdi ki, atasının mirasını Əbu Bəkirdən istəsin. Bu miras nədən ibarət idi? Bir, Allahın ona, Allah Rəsuluna bəxş elədiyi Mədinədə bir yer, fədək və eyni zamanda Xeybərdən qalan xumus. Yəni, bu hədisdən bu başa düşülür ki, xanım Fatimə bütün mirasını, yəni atasından ona çatan mirasını, hədiyyəsini Əbu Bəkirdən istəyir. Fəqalə Əbu Bəkir ki, Əbu Bəkir deyir, Peyğəmbərlər irs qoymaz və irs qoymadığı üçün də onu bu işdən məhrum edir. Daha sonra Ayşə buyurur ki, Fəvəcədət Fatimətu. Fəvəcədət lüğətdə yəni qəzəbət, yəni Fatimə qəzəbləndi əla Əbi Bəkirin, Əbu Bəkirə fi zalik bu məsələdə niyə görə onu bu işdən çəkindirir? Fəhəcərtuhu və ondan küstü, uzaqlaşdı. Fələm tukəllimuhu hətta tuvəffiyyət və onunla heç vaxt danışmadı ta ölən günə qədər. Əgər bu hədisi biz bu formada qəbul etsək, tarix öz gerçəkliyini ortaya qoymuş olur ki, Allah Rəsulunu mirasdan məhrum etdilər, bu bir. Allah Rəsulunun sevimli qızını qəzəbləndirdilər, bu iki. Və eyni zamanda Allah Rəsulunun sevimli qızı bu şəxslərlə ömrü boyu danışmadı, üç. Hədisin sənəd olaraq mötəbərlidir və Buxari kimi bir hədisçi bu hədisi nəql edib. Bu hədisi sənəd olaraq sual altına ala bilməyən şəxslər başlayıblar mətndə müəyyən bir işlər görməyə ki, istəsinlər bu məsələləri sual altına alsınlar. Çünki hər iki tərəfin qəbul etdiyi hədis də budur ki, Allah Fatimənin qəzəbi ilə qəzəblənər, onun razılığı ilə razı olur. Ona görə bəzi şəxslər, məsələn, onlardan biri Muhammed Əmin adlı Buxarinin şərhçisi gəlir, deyir ki, bu hədis, yəni hədisin bu hissəsi Zuhrinin əlavə etdiyi bir hissədir. Yəni, o sənəd olaraq bu hədis sual altına alınır. Deyir ki, bunu Zuhrin bu hissəni nəql edib, yəni Fəvəcədət Fatimətu hissəsini və yaxud Fəhəcərət hissəsini Zuhri, yəni ravi nəql edib. Baxın, buna hədis elmində idraz deyilir. İdrazın da dəlil lazımdır. Sən hansı dəlillə əsasən deyirsən ki, bunu Zuhri nəql olunub? Eyni zamanda 5 dənə hədisdəki orada ümumən hər hansı bir
kontekst yoxdur ki, deyəsən ki, bu ravinin nəql etdiyidir. Bundan əlavə digər Müslim və Tirmizi bunu Əbu Hüreyrə də nəql edir. Onda Əbu Hüreyrə də bu hədisə əl gəzdirir. Yəni bütün bu ehtimalları qoysaq, onda bu kitabın bütün raviləri sual altına getmiş olar. Nəticə olaraq bu hədisi qəbul etməyə bir geniş cəsarət lazımdır ki, biz deyək ki, bəli, Əhl-i-Sünnə hədis kitablarında bu mövcuddur və bu hadisə qarşısında biz Allahdan, Allah Rəsulundan və onun qızından üzr istəyirik.